Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu videoda sizə taksonomiyalara aid olan 60 test tapşırığının izahını verirəm. Gəlin başlayaq birinci testdən. Bizdən istənilir burada doğru olan fikir. İdraki taksonomiya təlim prosesinin yalnız elmi səviyyədə planlaşdırılmasına xidmət edir. Bu yanlış fikirdir. Yəni, elmi səviyyə deyəndə əsasən faktoloji biliklər, düsturlar, təriflər nəzərdə tutulur. Amma biz bilirik ki, taksonomiyanın 6 mərhələsinin içərisində tətbiq etmə, praktiki bacarıq formalaşdırma, yaradıcılıq, bu kimi fəaliyyətlər də var. Yəni təkcə elmi bilik vermir bu uşaqları da, bacarıqları da formalaşdırır. İdraki taksonomiya bir-birindən asılı olmayan, bir-biri ilə əlaqəli olmayan mərhələlərdən ibarətdir. Bu da yanlışdır. Çünki 6 mərhələ bir-biri ilə zəncirvari şəkildə sıx əlaqəlidir. Biz anlamadığımızı tətbiq eləyə bilmərik. Anlamadığımızı dərindən analiz edib təhlil eləyə bilmərik. Biz yaradıcılığımızı həyata keçirmək üçün tətbiq etmə fəaliyyətinə sahib olmalıyıq. Görürük ki, aşağıdan yuxarıya doğru fəaliyyətlər mürəkkəbləşir və bir-biri ilə əlaqəlidir. İdrak taksonomiyasının bütün sahələrini eyni anda və eyni səviyyədə inkişaf etdirmək mümkündür. Bu da yanlışdır. Bəli, eyni anda bir dəstə müxtəlif fəaliyyətləri 6 mərhələnin 6-sını da biz həyata keçirə bilərik. Amma bu bizə zəmanət vermir axı bütün şagirdlərin hamısında eyni səviyyədə inkişaf edəcək. Çünki şagirdlərin fərqli potensialları var, fərqli qavramaları, fərqli götürmələri var. Yəni bu qabiliyyətlər fərqli olduğu üçün ola bilər ki, birində yaradıcılıq yüksək olsun, birində təhlil etmə yüksək olsun. Yəni hamısında eyni səviyyələri eyni formada, eyni cür inkişaf etdirmək əlbəttə ki, mümkünsüzdür. İdrak taksonomiyası İdraki fəaliyyətin müxtəlif səviyyələri üzrə təfəkkürün müxtəlif növlərinin inkişafına imkan yaradır. Bu doğrudur. Çünki ilk 3 mərhələ məntiqi təfəkkürün inkişafına, sonrakı 3 mərhələ yuxarı təfəkkür olan tənqidi, yaradıcı təfəkkürün inkişafına zəmanət verir. Həqiqətən də təfəkkürün müxtəlif növləri də burada inkişaf etmiş olur. İdrak taksonomiyasını yaratmaq mərhələsini formalaşdırmaq üçün şagirdin yuxarı siniflərə çatmasını gözləmək şərtdir. Fikri yanlışdır. Çünki yaradıcılıq ancaq yuxarı siniflərdə yox, elə aşağı siniflərdə də formalaşır. Aşağı yaşlardan ümumiyyətlə başlayır formalaşmağa. İkinci sual, affektiv sahə ilə bağlı deyir, hansı fikir yanlışdır? Affektiv sahənin inkişafı idraki sahə ilə bağlı deyil. Bu sahə şagirdlərdə ayrıca formalaşdırılmalıdır. Yanlış olan elə A variantıdır müəllimlər. Çünki bunlar ayrı-ayrı taksonomiyalar olsa da, əslində üçü də bir-biri ilə əlaqəlidir. Yəni insanda idraki inkişaf baş verməsə, affektiv sahənin mərhələlərindən biri də cavab vermədi. O uşaq necə tapşırığı işləyər, necə suala cavab verər? Yəni burada idrakin də rolu var da, düzdür? Ona görə də A variantı bu səbəbdən yanlışdır. Affektiv sahənin inkişafı şagirdlərdə metakognitiv bilikləri formalaşdırır. Doğrudur. Misal üçün elə affektiv sahənin təşkil etmə mərhələsi, 4-cü mərhələ metakognitiv bilik və bacarıqlarla sıx əlaqəlidir. Affektiv sahəni inkişaf etdirmək, şagirdlərə emosional vəziyyətlərini idarə etməyə, ifadə etməyə şərait yaradır. Bu fikir də doğrudur. Şagirddə problem həll etmə bacarığının, tənqidi təfəkkürün formalaşdırılması, onu affektiv sahənin xarakteriz etmə mərhələsinə çatdıra bilər. Bilirik ki, xarakteriz etmə mərhələsi emosional sahənin ən yüksək, ən üstün mərhələsidir. Yəni burada artıq sırf öz həyatına yox, ətrafdakıların da həyatına insanın müsbət təsiri olur. Belə ki, tənqidi yanaşma siz bilirsiniz ki, düzgün tənqidi təfəkkür tələb eləyir. Doğru arqument gətirmə, doğru əsaslandırma tələb eləyir ki, artıq burada sən başqası ilə münasibətdə də bunu yaxşı şəkildə dəyərləndirə bilirsən və münasibətinin də müsbət təsiri bu bir növ başqaları ilə sən ünsiyyət zamanı xarakterin çevrilmiş olur. Ona görə də D variantı da doğrudur. Bir insanın ətrafdakılara münasibəti haqqında proqnoz vermək həmin şəxsin xarakteriz etmə mərhələsində olduğunu deməyə əsas verir. Bəli, misal üçün deyirik ki, filan müəllim iş yoldaşlarından elə yaxşıdır, mehribandır. Yəni bu onun xarakteridir da. Görürsüz, başqalarına necə münasibət bəsləyir. Yəni onun xarakteridir. Onun artıq ən üstün mərhələ olan 5-ci mərhələsindən xəbər verir. Bu fikir də doğru fikirdir. Keçək 3-cü suala. Müəllim oyun xəmirindən heyvan fiqurları
düzəldən zaman çətinlik çəkən şagirdlərə yaxınlaşıb, fiqurun bir hissəsini özü düzəldərək hərəkətlərin ardıcıllığını şagirdlərə nümayiş etdirir. Bundan sonra şagirdlər fiqurları düzəltməyə çalışırlar. Baxın, müəllim özü düzəldir, sonra uşaqlar buna baxıb təkrarlayırlar. Əgər burada vizual şəkildə özümüz bir işi görüb göstəririksə, onda bu psixomotor taksonomiyanın ilk mərhələsi olan imitasiya mərhələsidir. İnsan fəaliyyətində ən aşağı, ən zəif səviyyədir. Dördüncü test tapşırığı yanlış fikri müəyyənləşdirin. İdrak taksonomiyası təlim məqsədlərini müəyyənləşdirməyə xidmət edir. Bəli, dərsin məqsədini, dərsin təlim nəticəsini müəyyənləşdirərkən biz həqiqətən də idrak taksonomiyasının açar feillərindən istifadə edirik. İdrak taksonomiyası üzrə şagirdin təfəkkürünü inkişaf etdirmək üçün sadədən mürəkkəbə doğru idraki fəaliyyəti formalaşdırmaq lazımdır. Bu da doğru fikirdir. İdraki sahənin mərhələlərini müxtəlif səviyyədə inkişaf etdirmək mümkündür. Bəli, bayaq dedim, hər uşağın fərqli potensialı var. Kimisində yaradıcılıq daha yüksək inkişaf edər, kimisində təhlil etmə, kimisində tətbiq etmə, kimisində dəyərləndirmə, tədqiqi təfəkkür. Bu da doğru fikirdir. İdrak taksonomiyasına əsasən şagird üçün müxtəlif çətinlik dərəcələri, qiymətləndirmə vasitələri hazırlanılır. Bu da doğru fikirdir. Yəni biz tutaq ki, götürək summativ qiymətləndirmədə. Hamısını asan, hamısını çətin tapşırıqlar qoymuruq axı. 4 çətinlik səviyyəsində müxtəlif çətinlikli tapşırıqlardan istifadə edirik. Orada faktoloji suallar, xatırlama mərhələsi, orada anlamaya da uyğun, tətbiqə də, təhlilə də, dəyərləndirmə və yaratmaya da uyğun tapşırıqlardan istifadə olunur. Bu da müxtəlif çətinlikli qiymətləndirmə vasitəsi hazırlamağımız üçün zəmanət verir. Aşağı sinif şagirdlərinə idraki sahənin yaratmaq mərhələsinə uyğun tapşırıqlar vermək səmərəsizdir. Birinci test tapşırığında da biz buna uyğun bir şey gördük. Yenə də deyirəm, bu yanlışdır. Çünki yaratmaq mərhələsi təkcə yuxarı siniflər üçün bir fəaliyyət deyil. Elə aşağı yaşlardan da uşaqlarda yaradıcılıq formalaşdırmaq faydalıdır. 5-ci sualımız. Sual işarəsinin yerinə uyğun gələni müəyyənləşdirin. Şagird xarici dildə çizgi filmə baxır, bunun dinləyib anlamasında əhəmiyyətli olduğunu anlayır. Şagird mətni oxuduqdan sonra ümumiləşdirmələr aparmağın informasiyanın möhkəmləndirilməsində faydasını mühakimə edir. Müəllimlər, bu test tapşırığının cavab kartında cavabı səhv qeyd olunubdur. Bu əslində dəyərləndirmə deyil, bu əslində təşkil etmə mərhələsidir. Çünki dedik ki, təşkil etmə mərhələsi metakognitiv bilik və bacarıqlarla sıx əlaqəlidir. Burada da bax görürsüz də insan özü üçün, dinləyib anlaması üçün cizgi filminin əhəmiyyətli olduğunun fərqinə varır. Bu onun metakognitiv biliyidir. Yəni bu mənim üçün faydalıdır. Bu mənim üçün strategiyadır. Strateji biliyidir. İkinci tərəfdə də yenə də deyir ki, ümumiləşdirmələr aparmaq, deyir daha yaxşı yadında saxlamağa kömək edir. Yenə də bunun onun üçün faydalı olduğunun fərqindədir. Bunu özünə bir strategiya seçibdir. Özü haqqında biliyi metakognitiv biliyidir. Yəni insan özü öz fəaliyyətini, öz strategiyasını bu cür təşkil eləyir. Təşkil etmə mərhələsidir. Kim bunu yazıbsa düz yazıbdır. Orada cavab kartında səhv qeyd olunub. 6-cı sual. Yanlış fikri deyir, müəyyənləşdirin. İdrak taksonomiyası təlim məqsədlərinə uyğun qiymətləndirmə vasitəsi tərtib etməyə imkan yaradır. Bunu dedik artıq yuxarıda. Bəli, bu doğru fikirdir. İdrak taksonomiyası şagirdlərin təfəkkürünü inkişaf etdirməyə şərait yaradır. Bunu da yuxarıda izah etdim. Doğru fikirdir. İdrak taksonomiyası təlim metodunu müəyyənləşdirməyə kömək eləyir. Bu da doğru fikirdir. Yəni biz dərsimizi yaradıcılıq metodunda qura bilərik taksonomiyaya uyğun, yaxud da tətbiq etmə, praktiki işlər, təcrübələr, eksperimentlər, sınaqlar həyata keçirə bilərik. Bu da doğru fikirdir. İdrak taksonomiyasına əsasən hazırlanmış suallar şagirdin idraki fəaliyyət səviyyəsini müəyyənləşdirməyə imkan yaradır. Bəli də. Suallar hazırlamışam. Xatırlamaya uyğun, anlamaya uyğun, tətbiqə uyğun. Artıq uşaqlar o suallara cavab verdikcə mən də onların idraki fəaliyyət səviyyəsini müəyyənləşdirmiş olacağam, qiymətləndirmiş olacağam. Bu da doğru fikirdir.
İdrak taksonomiyasının əsas məqsədi şagirddə tənqidi təfəkkürü formalaşdırmaqdan ibarətdir. Bax, bu yanlışdır. Çünki taksonomiyada təkcə tənqidi təfəkkür yox, həm də məntiqi və yaradıcı təfəkkürün də inkişafını müşahidə edirik. 7-ci sual. Müəllimlər, kim test bankından işləyirsə, mən burada bax PDF-lərdə görürsüz düzəliş eləmişəm. Artıq fənn-üstü inteqrasiya ilə bağlı biz sadəcə həyatla əlaqələndirməni yox, həyatda tətbiq etməni fənn-üstü inteqrasiya götürürük. Buna görə artıq bu test tapşırıqlarında fənn-üstü inteqrasiya götürülmür. Buna görə də mən bu inteqrasiya ilə bağlı dəyişikliyə uyğun olaraq silmişəm bu hissələri PDF-dən və düzgün şəkildə siz də öyrənin, düzgün şəkildə işləyin. Müəllim şagirdlərə İstanbul mühafizəçiləri cizgi filminə baxmağı, obrazların müsbət xüsusiyyətlərini müəyyənləşdirmələrini istəyir. Daha sonra onlara sizcə paytaxtımızın bu cür mühafizəçilərə ehtiyacı varmı sualını ünvanlayır. Müzakirəyə təşkil edir. Baxın, deyir ki, sizcə ehtiyac varmı? Yəni burada artıq uşaqlar bu mühafizəçilərə öz münasibətlərini bildirirlər ki, bizə görə ehtiyac var, yaxud ehtiyac yoxdur. Artıq bu situasiyanı öz nöqteyi nəzərlərinə görə, öz mövqelərini bildirərək dəyərləndirmiş, qiymətləndirmiş olurlar ki, paytaxtımızın buna ehtiyacı var, yoxsa ehtiyacı yoxdur. Və bu da dəyərləndirmək mərhələsinə, insanın tənqidi yanaşmasına işarə eləyir. Bilik olaraq isə bu konseptual bilikdir. Doğru cavab C variantı. Bir daha təkrarlayıram. Əvvəllər götürülürdü, amma indi hazırda bu situasiyada fənn-üstü inteqrasiya yoxdur. Fənn-üstü inteqrasiya sadəcə əlaqələndirmək yox, hazırda keçirilən, öyrədilənin həyatda tətbiqi ilə də bağlıdır. 8-ci sual. Müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Ev tapşırığı olaraq isə hər bir şagird müxtəlif situasiyalar fikirləşib nitq etiketlərinin də düzgün istifadə olunduğu səhnəcik hazırlayıb video çəkməlidirlər. Şagirdlərdən biri evdə bacısı ilə bir yerdə həkim-xəstə dialoqu hazırlayır. Baxın, davranış mədəniyyətini keçiblər, nitq etiketlərini öyrəniblər. İndi öyrəndiklərini dialoq hazırlayıb icra edirlər. Yəni artıq öyrəndiyinə uyğun bir iş görür. Bu tətbiq etmək, öyrəndiyini həyatda reallaşdırmaq deməkdir. Tətbiq etmək konseptual bilikdir. A variantı. Müəllim şagirdlərə payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalın bir təbəqə əmələ gətirdiyini görmüsünüz. Bir müddətdən sonra onlardan əsər əlamət qalmır, deyir və bunun səbəbini izah etmələrini istəyir. Uşaqlar əgər səbəbi izah eləyirlərsə, deməli xəzan nədir, nə işə yarayır, necə əmələ gəlir? Bax, bunların hamısını anlayıblar da, başa düşüblər ki, izah eləyirlər. Düzdür? Anlamaq mərhələsi, konseptual bilik, inteqrasiya olaraq isə burada müəllimlər fənlər arası inteqrasiya var. Niyə görə? Çünki bu payızda yarpaqların tökülməsi, yerdə bir təbəqə əmələ gətirməsi, sonra onun çürüyüb torpağa qarışması, torpağı münbitləşdirməsi, müxtəlif təbiət fənlərindən əldə olunan bilik bacarıqlara aiddir. Yəni burada biologiya, torpağın münbitləşməsi, müəyyən qədər coğrafiya, təbiət fənləri bir-biri ilə əlaqələndirilmiş olacaq. Aşağıdakılardan biri anlamaq mərhələsinin sualı ola bilməz. Verilmiş sözləri hansı kateqoriyalar altında ümumiləşdirə bilərsən? Bilirik ki, ümumiləşdirmə anlama tələb edir. Bu iki hökmdarın oxşar fərqli cəhətləri müəyyənləşdir. Uşaq əgər hökmdarların həyat fəaliyyətini anlayıbsa, onları müqayisə də edə biləcək, anlama mərhələsidir. Verilmiş atalar sözünü anladığın kimi izah et. Anlayıbsa izah edə biləcək, enerji çevrilməsinin izahını da verirsə həmçinin anlayıb,
Verilmiş fikirlərə görə gəldiyin nəticəni əsaslandır. Yəni sən hansı nəticəyə gəldin? Sənin bu barədə nöqteyi nəzərin necədir? Münasibətin necədir? Artıq orada öz şəxsi münasibətini bildirib əsaslandırırsan. Yəni sən hansı nəticəyə gəldin? Sən buna münasibətin necədir? Bax, bir şeydən nəticə çıxarmaq anlamaqdır. Amma sən nə nəticəyə gəldin? Özün nə nəticəyə gəldin? Öz münasibətin necədir? Bu sənin artıq qiymətləndirməyindir. Bu dəyərləndirmək mərhələsidir. Tənqidi yanaşmağı özündə ifadə eləyir. 11-ci sual. Şagirdlər şarlardan, şirə çöplərindən və plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Beləliklə, havanın ağciyərlərə daxil olmasını, oradan xaric edilməsini nümayiş etdirirlər. Deyəcəksiniz ki, müəllimə, burada tətbiq etmə var. Bəs burada da fənniüstü götürmürük? Bəli, burada da fənniüstü götürmürük. Çünki fənniüstü inteqrasiya bunu sizinlə biz keçmişik. Bir daha təkrarlayıram ki, daha da möhkəmləndirəsiniz. Sadəcə tətbiq etməklə də kifayətlənmir. Bütün cəmiyyətə faydalı bir iş görmək, şagirdin özünün təkcə sinifdəki, məktəbdəki yox, sinifdən kənar, məktəbdən kənar bir hansısa layihəni reallaşdırması, hər kəsə faydalı bir iş görməsi, kreativ ideyasını ortaya qoyması, bax bu şəkildə artıq öyrənilir. İndi burada inteqrasiya olaraq yoxdur, amma fəaliyyət olaraq biz tətbiq etməni görürük. Bilik olaraq isə prosedural biliyi görürük. Çünki tənəffüs prosesinin artıq modelini hazırlayırlar. Nümayiş etdirməyi siz tətbiq etməyin onsuz da açar sözü olaraq öyrənmisiniz. Yəni bir şey nümayiş etdiririksə, deməli icra eləyirik. Deməli artıq o işi görürük ki, qarşı tərəfə göstəririk də. Nümayiş nədir? Göstərməkdir. Bax bu icra varsa tətbiq etmə var. Düzdür? Həm də ki, bu tənəffüs modelini, bu ağciyərə necə daxil olur, oradan necə xaric edilir hava. Axı bu ardıcıl gedən bir fəaliyyətdir. Uşaqlar bu modellə bunu göstərəndə fəaliyyəti ardıcıl şəkildə orada icra eləmiş olacaqlar. Ardıcıllıq olduğu üçün prosedural bilikdir. 12. Şagirdlər müxtəlif hündürlükdəki ərazilərdə temperatur dəyişməsini və orada yaşayan insanların həyat fəaliyyətini araşdırırlar. Müəllimlər, bax bu araşdırma mərhələsi müxtəlif hündürlükdəki ərazilərdə temperatur dəyişməsini, orada yaşayan insanların həyat fəaliyyətini deyir, araşdırırlar. Araşdırma mərhələsi müxtəlif mərhələlərdə sizin qarşınıza çıxa bilər. Müxtəlif situasiyalarda müxtəlif cavablar görə bilərsiniz. Belə ki, əgər belə bir situasiya olsaydı ki, hansı ərazidə daha çox temperatur fərqi olduğunu araşdırırlar. Artıq orada bir önə çıxarma olduğu üçün, daha dərin analiz tələb etdiyi üçün siz onu təhlil etmə götürə bilərsiniz. Amma burada daha dərin analiz və bir önə çıxarma tələb olunmur. Sadəcə uşaqlar ərazilərdə temperatur dəyişməsini və insanın həyat fəaliyyətinə bunun necə təsir etdiyini araşdırırlar. Yəni, əgər onlar başa düşüblərsə, hündürlük və temperatur asılılığını anlayıblarsa, müxtəlif hündürlükdə yaşayan insanların həyat fəaliyyətinə bu necə təsir etdiyini dərk ediblərsə, ona uyğun da bu araşdırmanı yerinə yetirə biləcəklər. Yəni, bu araşdırma kitabdan da ola bilər, internetdən də ola bilər və anlama tələb eləyir. Anlamasan araşdıra da bilməyəcəksən, bunun asıllığını müəyyənləşdirə bilməyəcəksən. Araşdırma, yəni daha çox düzdür, təhlil etməkdə biz bunu müşahidə edirik. Amma yenə də deyirəm, situasiyadan situasiyaya siz bu feili müxtəlif mərhələlərdə görə bilərsiniz. Yəni bu araşdırma nəticəsində onlar artıq biliklərini daha da möhkəmləndirmiş olacaqlar. Yenə də deyirəm, uşaq əgər başa düşməsə, dərk eləməsə hündürlük və temperatur fərqini, onda o üzrə araşdırma da apara bilməyəcək. Anlamaq mərhələsidir, konseptual bilikdir. Eyni zamanda da inteqrasiya olaraq fənlər arası inteqrasiyadır. Niyə? Müxtəlif hündürlükdəki ərazidə temperatur dəyişməsi həm coğrafiyaya aid bir bilik bacarığı tələb edir şagirddən. İnsanların həyat və fəaliyyəti, misal üçün orada əkinçilikdir, maldarlıqdır
meyvə, meyvəçilik ola bilər və s. Bu da müxtəlif təbiət fənləri, müəyyən qədər biologiya və təbiət fənlərindən də əldə edilən bilik bacarığı özündə cəmləşdirir. 13-cü sual. Məktəbdə gigiyena ilə bağlı maarifləndirmə kampaniyası təşkil edilir. Şagirdlərdən biri gigiyena qəhrəmanı adlı obraz düşünür. Şagirdlərin maarifləndirilməsi üçün posterlər hazırlayır. Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növünü, idraki sahənin mərhələsini müəyyən edin. Ə, bax bunu da əvvəllər götürürdülər fənn üstü. İndi daha götürməyəcəksiniz. Çıxarılıb da artıq. Çıxarılmayıb, daha doğrusu dəyişdirilibdir. Siz artıq bunu bilirsiniz. Və uşaqlar maarifləndirmə işi görürlər, bir obraz yaradıblar və ona uyğun müəyyən posterlər hazırlayıblar. Bilirsiniz də, poster hazırlamaq bir qədər kreativ ideyalar tələb edir, yaradıcılıq, dizayn etmə və s. Bu yaratmaq mərhələsidir, müəllimlər. Çünki obrazı özləri yaradıblar. Ona uyğun hər şeyi özləri hazırlayıblar. Yeni bir şeydir də, bu yoxdur. Özlərindən bunu düşünüb tapıblar. Və bilik olaraq isə konseptual bilikdir. Çünki burada nəsə xüsusi bir ardıcıl fəaliyyət müşahidə edilmir. Bu fənn üstünü artıq silirik cavabdan. Konseptual yaratmaq. E variantı. Şagird müəyyən bir ərazidə torpağın və orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Baxın, əsaslandırmaq dedik ki, iki mərhələdə qarşımıza çıxır. Həm təhlil etməkdə, həm dəyərləndirməkdə. Avtomatik olaraq digər 4 mərhələni ağlımızdan silirik. Qalırıq bu ikisi arasında. Tətbiq getdi, anlamaq getdi, tətbiq getdi. Əgər biz öz şəxsi münasibətimizi, şəxsən gəldiyimiz nəticəni əsaslandırsaq, dəyərləndirmək. Yox, bizim şəxsi münasibətimiz istənilmədiyi təqdirdə təhlil etməkdir. İndi burada da müəyyən bir ərazidə torpağın, orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandır. Yəni sən öz şəxsi münasibətini əsaslandırmırsan, şəxsi fikrini əsaslandırmırsan. Təbii amillərin təsirini əsaslandırırsan. Buna görə də hansı təbii amillər necə təsir göstərir? Bunları təhlil edəcəksən, analiz edəcəksən. Oradan gətirdiyin nümunələrlə də əsaslandıracaqsan. Təhlil etmək, konseptual bilik, inteqrasiya olaraq da fənlər arası. Çünki ərazidir, torpaqdır, canlılardır. Yenə də həm təbiət, həm coğrafiya, həm biologiya fənnindən biz burada elementləri müşahidə eləyirik. Sual-cavabda aktiv iştirak edən şagirddə affektiv sahənin hansı mərhələsi inkişaf edibdir? Yəni bu sual-cavabda iştirak edirsə, deməli suallara cavab verə bilir, tapşırıqlara cavab verə bilir. Artıq sadəcə izləmə mövqeyindən çıxıb özü fəaliyyətə başlayıbdır aktiv şəkildə. Bu cavab vermə, artıq dərsə reaksiya vermə mərhələsinə aiddir. Aşağıdakı tapşırıqları idraki sahənin mərhələləri ilə uyğunlaşdırın. Şagird keçilən şeiri əzbər söyləyə bilirsə, əzbər söyləyirsə yadında saxlayıb da, xatırlamaq. Faktoloji bilikdir deməli bu. Şeiri nəsrə çevirə bilir, şeirdəki sözlərin ümumi mənasını başa düşür. Başa düşürsə deməli anlayıbdır da bunu. Deməli anlamağı bura aid edirik. Şagird səyahət elədiyi şəhərlər arası məsafəni hesablayır. Bax, indi artıq işi icra eləyir, öyrəndiyini tətbiq eləyir. Bu da tətbiq etmək. Hər hesablama tətbiq etmək deyil. Deyilsəydi ki, düsturdan istifadə edir, biz onu anlamaq götürəcəkdik. 1A, 2C, 3B. Doğru cavab C variantıdır. Müəllim sinifdə müzakirə təşkil edir. Şagirdlərə sizcə hansı hallarda biz yox deməyi bacarmalıyıq və bu nəzakətsizlik hesab edilərmi sualını ünvanlayır. Fikirlərini də əsaslandırmalarını tapşırır. Baxın, sizcə, yəni artıq burada şagirdlərin öz şəxsi münasibəti istənilir. Öz şəxsi gəldikləri qənaət, şəxsən gəldikləri nəticə necədir? Bunu əsaslandıracaqlar. Deməli, artıq burada təhlil etmək yox, biz nə götürəcəyik? Dəyərləndirmək götürəcəyik. Bəli, konseptual bilik, dəyərləndirmək mərhələsi. Hansı fikir doğrudur? Taksonomiya
refleksiyanın düzgün aparılmasına xidmət edir. Xeyr, refleksiya bir özünü qiymətləndirmə fəaliyyətidir. Siz bunun qarşıda keçəcəksiniz. Refleksiyanın aparılması da qiymətləndirmə meyarına görə həyata keçirilir. Taksonomiya refleksiyanın aparılması üçün yox, e, müxtəlif çətinlik səviyyəsində sual tapşırıqlarının hazırlanması üçün, dərsin təlim nəticəsinin planlaşdırılması üçün istifadə edilir. Bu yanlışdır. Taksonomiya təlim məqsədlərini düzgün planlaşdırmağa imkan yaradır. İndicə dedik. Bəli, bu doğrudur. Taksonomiya yalnız aşağı təfəkkür səviyyəsinə uyğun qiymətləndirmə vasitəsi tərtib etməyə imkan yaradır. Xeyr, həm aşağı, həm yuxarı təfəkkür səviyyəsini hər ikisinə uyğun müxtəlif çətinlikli qiymətləndirmə vasitəsi hazırlayırıq biz taksonomiyaya görə. Bu da yanlış oldu. Taksonomiya şagirdlərin əsasən yaddaş hafizəsinin inkişafına imkan yaradır. Bu da yanlışdır. Çünki onun mərhələlərində yaradıcılıq da var, kreativlik var, tənqidi yanaşma var. Təkcə xatırlamaq mərhələsindən ibarət deyil axı. Taksonomiya tapşırıqların eyni səviyyədə hazırlanmasına şərait yaradır. Xeyr, əksinə müxtəlif səviyyədə hazırlanmasına şərait yaradır. Deməli, 19-cu sual. Məktəbin rəqs dərnəyinə qoşulan şagird müəllimin hərəkətlərini izləyərək rəqs elementlərini təkrar eləyir. Müəllimin rəqsinə baxaraq rəqs eləyirsə, deməli müəllim hərəkətləri buna edib göstərir. Edib göstərirsə, bu imitasiya mərhələsidir. Rəhli kağızların lazımsız parçalarından səmərəli istifadə edib zərif naxışlar hazırlayan şagird artikulyasiya mərhələsindədir. Çünki görürsüz, baxır ki, parçaların lazımsız hissələri qalıb, ağlını işə salır, kreativlik eləyir, yaradıcı formada düşünür, ondan başlayır naxışlar hazırlamağa. Deməli, burada artıq biz görürük ki, qarşımızda peşəkar bir iş var. Amma desə ki, bir gündə tutaq ki, 10 dənə, 20 dənə belə naxış hazırladı. Artıq bu vərdiş halını alıb. Bunu təbiiləşmə götürəcəkdik. Tamammı? 21. İdraki sahənin dəyərləndirmək mərhələsi haqqında verilənlərdən hansı doğru deyil? Yuxarı təfəkkür səviyyəsinin mərhələsidir. Bəli, dəyərləndirmək tənqidi təfəkkürə aid olduğu üçün yuxarı təfəkkürdür. Meyarlar və standartlar əsasında mühakimə etmə kimi xarakterizə edilir. Bəli, bu da doğrudur. Müəyyən mövqe yaxud qərarı əsaslandırmağı tələb edir. Bəli. Əldə olunan ideyanın məntiqiliyini yoxlamağı tələb edir. Yoxlayırıq da. Yəni bu ideya nə dərəcədə məntiqidir? Doğrudurmu, yanlışdırmı, səhvdimi, düzdürmü? Qiymətləndiririk, yoxlayırıq. Bu da doğrudur. Müəllifin mövqeyi müəyyənləşdirmək isə əslində təhlil etmək mərhələsidir. Müəllifin mövqeyi müəyyənləşdirirsənsə, sən müəllifin əsərini, yazısını analiz edib təhlil edirsən, oradan nəticəyə gəlirsən, öz şəxsi mövqeyini bildirirsənsə, bu olur dəyərləndirmək. 22. Şagirdlər 50 il sonra planetimizin şirin su ehtiyatı ilə bağlı qarşılaşa biləcəyi problemləri araşdırır, gəldikləri nəticələrə əsasən necə davranmalı olduqlarını müəyyənləşdirirlər. Bu müəllimlər müəyyənləşdirmək feili demək olar ki, bütün mərhələlərin hamısında var. Yəni təkcə burada açar feillə işləməyəcəksiniz. Burada artıq məntiqlə fikirləşmək, düşünmək sizə tələb olunur. Şagirdlər 50 il sonra planetimizin şirin su ehtiyatı ilə bağlı qarşılaşa biləcəyi problemləri araşdırır. Bir də araşdırma fəaliyyəti var. Bayaq da araşdırma var idi, burada da araşdırma var. Amma bayaqçı araşdırma onların öyrəndikləri ilə bağlı idi. Hazırki bu araşdırma isə öyrəndikləri ilə bağlı yox. Özləri necə təxmin edirlər, gələcəkdə nə baş verə bilər, nələrlə qarşılaşa bilərik. Bunları bir növ təxmin etməklə bağlı bir araşdırmadır. Ki, buna əsasında deyirlər ki, biz necə davranmalıyıq. Artıq burada daha dərindən bir analiz aparma tələb olunur ki, bu təhlil etməkdir, konseptual bilikdir. Niyə görə? Çünki bunları qarşılaşdıracaqlar, tutuşturacaqlar. Misal üçün, gələcəkdə şirin su mənbələri tükənə bilər. Biz nə edək? Necə edək? Artıq girib ayrı-ayrı konsepsiyaları araşdıracaqlar da suyun tükənməsinin qarşısını almaq üçün nələr etmək olar? Misal üçün, suya qənaət etmək, yaxud da israf edilən
suyun qarşısını almaq, istifadə edilən suyu başqa cür dəyərləndirmək və s. Yəni burada artıq zehnimizdə biz bu araşdırmada tək bir istiqamətli yox, müxtəlif istiqamətli araşdırma, onları bir-biri ilə tutuşdurma, qarşılaşdırma, analiz etməklə məşğul olduğumuz üçün bu sadə fəaliyyət deyil də bayaqkı kimi. Bu daha mürəkkəb fəaliyyətdir. Təhlil etmək, konseptual bilik. Uyğunluq istəyir burada bizdən. Ekologiyanın çirklənməsinin qarşısının alınması ilə bağlı orijinal təqdimat hazırlayın. Orijinal deyilsə, deməli, yaradıcılıq istəyir də bizdən, müəllimlər. Yeni bir şey. Orijinal nədir? Yeni bir şey, yaradıcılıq. Bu yaratmaq mərhələsidir. Sizcə vəzifə və məsuliyyətin insan həyatında hansı mühüm rolu var? Burada da bunu hələ ki saxlayaq. Oxuduğunuz əsərlərdən analogiyaya aid nümunələr göstərin. Yəni əgər analogiyanın nə olduğunu başa düşüb anlayıbsa, nümunə də göstərə biləcək. Bu anlamaqdır. İnsanın uğur qazanmasında emosional zəkanın rolu vacibdir. Fikrini əsaslandırın. Bax, burada əsaslandırmaq feili demişik ki, həm təhlil etməkdə qarşımıza çıxır, həm də harda qarşımıza çıxır? Dəyərləndirmək mərhələsində. Düzdür? İndi burada hansıdır? Öz şəxsi fikrimizi əsaslandırsaq, dəyərləndirmək olacaqdır. Hansısa bir fikri əsaslandırsaq, təhlil etmək. Bax, bu təhlil etməkdir. C-ni yazırıq bura. Qaldı bu. Burada deyir ki, sizcə vəzifə məsuliyyətin insan həyatında hansı mühüm rolu var? Bu da bizim şəxsi münasibətimizi istəyir. Yəni siz bu haqqda nə düşünürsünüz? Sizin buna münasibətiniz necədir? Bu da dəyərləndirmək mərhələsidir. D, B, C. Belə cavab yoxdur. Biraz bu variant oxşuyur, amma burada səhv düşüb də elə bil içini D eləyib düzəltməliyik. E, D, B, C bu formada. Eləsək cavab olur E variantı. Müəllim Xürrəmlər hərəkatını tədris edir və şagirdlərə Məmmədxanlının Babək əsərində baş obrazı tarixi şəxsiyyət kimi necə təqdim etdiyini müəyyənləşdirməyi tapşırır. Bax, yenə də bir müəyyənləşdirmək feili ilə biz qarşı-qarşıyayıq və bu feil elə təhlükəli feildir ki, bütün mərhələlərdə qarşımıza çıxa bilir. Keçdi müəllim Xürrəmlər hərəkatını. Deyir ki, baş obrazı tarixi şəxsiyyət kimi həmin bu yazıçı necə təqdim edibdir? Yəni burada yazıçının, yazarın baş obraza olan münasibətini uşaqlar təhlil etmiş olacaqlar. Ki, yazıcı baş obraza necə münasibətdə olubdur? Bizə onu necə təqdim edibdir? O yazıçıdan ya gedib tapıb özündən soruşmalıyıq, ya da ki, onun Babək əsərini oxuyub, analiz edib təhlil etməliyik də, düzdür? Uşaqlar nə edəcəklər? Babək əsərini oxuyub, analiz edib təhlil edəcəklər ki, görüm yazar obraza qarşı hansı münasibətdə oldu. Yəni bayaqçı kimi deyirəm. Başqasının münasibəti müəyyənləşdirmək, təhlil etmək, öz münasibətimizi bildirmək isə nədir müəllimlər? Dəyərləndirməkdir. Burada başqasının münasibətini biz müəyyənləşdiririk. Təhlil etmək, konseptual bilik, fənlər arası. Niyə fənlər arası? Xürrəmilər tarix fənni, Babək əsəri ədəbiyyat fənni, tarixlə ədəbiyyat fənni arasında burada əlaqələndirmə var. Müəllim sinif fəaliyyəti zamanı şagirdlərin bir-birinə rəy vermələrini təmin edir. İlk öncə rəyin dəstəkləyici olması üçün nələrə diqqət etməli olduqlarını izah edir. Bunun faydasını görən şagird gündəlik həyatında da bu strategiyadan başlayır istifadə eləməyə. Bayaq dedik, insan özü üçün strateji biliyi varsa, metakognitiv biliyi varsa, özü üçün faydalı olanı özü təşkil etməyi bacarırsa, gündəlik həyatında artıq bundan istifadə edirsə, bunu nə götürürük? Bunu götürürük, təşkil etmə. Bunu xarakterizə etməklə qarşılaşdırmayın. Düzdür, xarakterizə etmədə deyirik ki, hər dəfə edir, həmişə edir. Yəni bu o demək, onunla eyni anlayış deyil. Yəni gündəlik həyatında bundan istifadə etmiş olsa da, burada özü öz işini təşkil eləyir. Yəni müəllim sadəcə bir fəndə bunu öyrətdi, amma bu uşaq artıq hər yerdə bundan başladı istifadə etməyə. Yəni öz həyatında bu strategiyanı özü təşkil eləmiş oldu.
Metakognitiv biliyidir bu onun. Ona görə də təşkil etmə mərhələsidir. Müəllim mövzunu tədris etməzdən öncə şagirdləri xəbərdar edir ki, səsləndirəcəyi mətndə boş buraxılan hissələr var. Siz həmin boşluqları tamamlamalısınız. Şagirdlərin bəziləri həmin boşluqları uğurla tamamladığı halda, bəzilərinin diqqəti yayındığı üçün tapşırığı yerinə yetirə bilmir. Niyə yerinə yetirə bilmir? Çünki diqqəti yayındığı üçün. Əgər diqqəti zəif imişsə, bu uşağın hansı mərhələnin inkişafına ehtiyacı var imiş, qəbul etmə. Çünki qəbul etmə sırf fokuslanma, diqqət yetirmə, fikrin dərsdə olması deməkdir. Sən informasiyanı qəbul etməyə hazırsan deməkdir. Aşağıdakı tapşırıqlardan hansı idraki sahəni dəyərləndirmək mərhələsinə aid deyil? Heyvanlardan təcrübi məqsədlərlə istifadə olunmalıdırmı mövzusunda debat. Bilirsiniz ki, debatda hər komanda öz şəxsi mövqeyini əsaslandırır ki, bu da dəyərləndirməkdir. Verilmiş maddələri fiziki və kimyəvi xüsusiyyətlərinə görə müqayisə elə. Bu anlamaq mərhələsidir. İkinci Dünya müharibəsində SSR-nin mövqeyinə münasibət bildir. Bax, öz şəxsi münasibətini bildirirsə, bu dəyərləndirməkdir. Mənəvi əxlaqi dəyərlərin cəmiyyət üçün əhəmiyyəti barədə mühakimə yürüt. Sən öz mühakiməni, öz şəxsi fikrini yürüdürsən, öz şəxsi münasibətini bildirirsən ki, cəmiyyət üçün bunun əhəmiyyəti nədir? Müsbətləri, mənfiləri. Artıq burada yenə də dəyərləndirmək. Benzin istifadəsinin təbiətə ziyanı ilə bağlı mövqeyini bölüş, arqumentlər gətirir. Öz şəxsi mövqeyini bildirirsən də dəyərləndirmək. Deməli, dəyərləndirməyə aid olmayan nə imiş? B variantı. Müəllim dərsdə sual-cavab sessiyası üçün qaydalar müəyyən eləyir. Şagirdlər qaydaları bilsələr də onları riayət etmirlər, ona görə də müzakirə zamanı xaotik səs-küy yaranır. Bax, qayda qoymuşam, amma qaydaya əməl eləmirlərsə, deməli, qoyulan tələblərə reaksiya vermirlər, qoyulan tələblərə cavab vermirlər. Bu hansı mərhələnin zəif olması deməkdir? Cavab vermə mərhələsinin zəif olması deməkdir. Qaydaları bilirlər. Deməli, diqqət eləyiblər, qəbul eləyiblər, öyrəniblər. Sadəcə əməl etmirlər, cavab vermirlər. Müəllim şagirddən təhlükəsizlik qaydalarının nümunələr gətirməsini istəyir. Nümunə gətirə bilirsə, deməli bu qaydaları nə edibdir? Başa düşübdür, anlayıbdır, anlamaq mərhələsi. Şagird canlı qalıqlarının fiziki quruluşunu nümunələrlə izah edir. Bax, burada da nümunə gətirirsə, nümunələrlə izah edirsə, deməli mənimsəyibdir, başa düşübdür, sadəcə əzbərləməyibdir, anlayıbdır. Anlamaq, konseptual bilik, həm də fənlər arası inteqrasiya. Çünki deyir, canlı qalıqlarının fiziki quruluşunu izah edir. Yəni burada yenə də canlılar həm biologiya, həm onların fiziki quruluşu, müxtəlif burada eyni zamanda digər təbiət fənləri də var ki, uşağın köməyinə çatır. Ümumiyyətlə, təbiət fənləri ilə bağlı adətən %90% fənlər arası inteqrasiyanı götürürsünüz. Çünki bu təbiətlə bağlı şeylər sadəcə bir fəndə öyrədilmir. Bir neçə fəndə öyrədilir. Coğrafiya, təbiət, biologiya, bəzən kimya. İdraki sahənin tətbiq etmək mərhələsi ilə bağlı fikirlərdən hansı yanlışdır? Prosedural biliklə də əlaqəli olur. Ola bilər, bəli. Ardıcıl fəaliyyətdirsə, ardıcıl tətbiq edilirsə, prosedural ola bilər. Həm əvvəlki, həm də yeni taksonomiya variantında eyni sırada yer alıb, bəli. Bu mərhələnin sırası dəyişməmişdir. Anlama mərhələsi ilə sıx əlaqəlidir, bəli. Anlamadığımızı necə tətbiq eləyək? Taksonomiya aşağı təfəkkür səviyyəsidir, doğrudur. 2-3 mərhələ aşağıdır. Şagirdlərin yeni həll yolları axtarmaq, yaratmaq mərhələsində tətbiq etmək deyil. Ona görə E yanlışdır. Əlinin planlaşdırılmış işi şəraitə və vaxta uyğun, səmərəli şəkildə dəyişə bilməsi, komandanı məqsədə çatdırmaq üçün motivasiya etməsi ilə seçildiyi üçün bu yarışda da onun lider seçdilər. Baxın, davamlı şəkildə bir uşaq həmişə eyni rola seçilirsə, həmişə eyni vəzifəyə təyin olursa, həmişə bir şeyi davamlı təkrarlayırsa, deməli bu artıq onun xarakterinə çevrilibdir. Həm də ki, xarakterizə etmə ilə mərhələdir ki, yəni təkcə özü üçün yox, başqaları ilə münasibətdə də bu ona müsbət təsir göstərir.
Yəni başqaları ilə sosial bacarıqlarda, ünsiyyətdə, əməkdaşlıqda da bu uşaq ön planda olur. Bax burada da komandanı görürsüz, motivasiya eləyir, liderlik bacarığı yüksəkdir, münasibətləri başqaları ilə yaxşıdırsa, artıq bu deməkdir ki, onun xarakteridir bu. Şagird sevimli musiqi növünün araşdırılması ilə bağlı məlumatı bariqrafın köməyi ilə təqdim edir. Bariqraf, yəni biraz bu necə başa salım? Qrafik kimi bir şeydir, şəkilli qrafik kimi bir şeydir və uşaq bu məlumatı artıq bariqraf formasında icra eləyir, tətbiq eləmiş olur. Desəydim ki, Excel cədvəlində verir, tətbiq etmək. Word-də yazır, verir, tətbiq etmək. Deməli, bariqrafla, Excel-lə, Word-lə, PowerPoint-lə, slayd yığma ilə artıq bu uşaq praktiki işi yerinə yetirməyi bacarır da, düzdür? Tətbiq etmə. Artıq informatika bacarıqları formalaşıb. Müəllim sinifdə Çaldıran döyüşünün Azərbaycan və ümumtürk tarixinə təsiri mövzusunda debat təşkil eləyir. Debat varsa bilirsiniz ki, hər komandanın daha doğrusu öz şəxsi münasibətini orada əsaslandırması ön plandadır. Bu da dəyərləndirmək mərhələsinə uyğun gəlir. Müəllim şagirdlərə alternativ enerji mənbələrindən istifadəyə aid layihə hazırlamağı tapşırır. Siz qarşıda keçəcəksiniz layihə əsaslı öyrənmə. Hər layihədə mütləq kreativ bir ideya olmalıdır. Nəsə yeni bir qatqı olmalıdır, yaradıcılıq olmalıdır. Ona görə də layihə ilə bağlı işlərdə yaratmaq mərhələsi ön planda olur. Aşağıdakı suallardan hansı xatırlamaq mərhələsinin sualı ola bilməz? Waterloo döyüşü nə vaxt baş verib? Bu hazır bilikdir də, tutaq ki 1900 filanıncı ildə, tutaq ki deyirəm, tarixçilər daha dəqiq bilər. Hazır fakt olduğu üçün xatırlamaq. Məhəmməd Füzulinin fars dilində yazdığı əsərləri hansılardır? Tutaq ki deyirəm Leyli və Məcnun. Görürsüz, xatırlamaq. Dünyanın ən yüksək zirvəsi hansıdır? Bazar düzü, misal üçün. Bu xatırlamaq. Şah İsmayıl Xətainin hakimiyyəti dövründə hansı islahatlar aparılıbdı? Hazır tarixi faktdır. Filan islahatlar. Xatırlamaq. Şeiri əzbərləyin üçün, şeiri əzbərləmək üçün hansı yollardan istifadə doğru olar? Bax, bu artıq xatırlamaq deyil, hazır faktoloji bilik deyil. Deyəcək ki, məncə, tutaq ki deyirəm, yazaraq əzbərləmək daha yaxşıdır. Bu onun artıq metakognitiv biliyidir, metakognitiv bacarığıdır. Bu artıq orada öz şəxsi fikrini, öz şəxsi münasibətini bildirəcək, daha çox dəyərləndirmə mərhələsinə uyğun gəlir. Ki bu doğrudur, bu yanlışdır, niyə doğrudur, niyə yanlışdır, səhv, düz. Bax, bunları artıq tənqidi yanaşmasını nümayiş etdirəcək. Müəllim müzakirə şəklində dünyada içməli su çatışmazlığı mövzusunda dərs təşkil edir. Qarşıya qoyulan məqsəd şagirdin bu məsələyə münasibətini bildirməyini təmin etməkdən ibarətdir. Müəllimlər, məsələyə uşaq şəxsi münasibətini bildirəcəksə, deməli, dəyərləndirmək mərhələsidir. Verilən tapşırıqlardan biri idraki sahəni tətbiq etmək mərhələsinə aiddir. Verilənlər arasında yanlış hökmü müəyyənləşdir. Bu dəyərləndirməkdir. Bu da doğrudur, bu yanlışdır. Artıq əsaslandıracaq ki, niyə doğrudur, niyə yanlışdır, niyə səhvdir, niyə düzdür. Qiymət verir də qarşı tərəfə. Tənqidi yanaşır. Bu dəyərləndirməkdir. Bu getdi. Bizə nə lazımdır? Bizə tətbiq lazımdır. Əldə etdiyi məlumatlar əsasında təlimat hazırla. Aha. Artıq uşaq öyrəndiyini təlimat şəklində icra edir. Təlimat bayaq dedim, Excel-də yığ, Word-da yığ, PowerPoint-da yığ, təlimat şəklində ver. Nə bilim, xülasə şəklində ver. Artıq işi icra edir də. Bu tətbiq etməkdir. Verilənləri qruplaşdır. Bu anlamaq. Təqdim edilən anlayışları ümumiləşdir. Anlamaq. Köhnə biliklərlə yeni biliklər arasında əlaqə qurursa,
Deməli, bu da anlamaqdır. Şagird riayət etməli olduğu nizam-intizam qaydalarını sadalayır. Baxın, sadalayırsa əzbərləyib xatırlamaq. Amma desəydim ki, nizam-intizam qaydalarına nümunə gətir, o anlamaq olacaqdı. Orada artıq əzbər deməyəcəkdi, başa düşdüyü şəkildə ifadə eləyəcəkdi. Şagird insan həyatı üçün əlverişli təbii amilləri qruplaşdıraraq təsvir edir. Həm təsvir etmək, həm qruplaşdırmaq anlamağın bilirsiniz ki, açar feilidir. Əgər uşaq təbii amilləri başa düşübsə, qruplaşdırıb təsvir eləyə biləcək. Mədəniyyətlər arası münasibətlərdə əxlaq və davranış normalarının ümumbəşəri əhəmiyyətini qiymətləndirir. Yazıbda da qiymətləndirmə varsa, tənqidi yanaşma, dəyərləndirmə mərhələsi var. Eskalatordan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir. Bax, biri var təhlükəsizlik qaydalarını sadalayır, xatırlamaq. Təhlükəsizlik qaydalarını izah eləyir, anlamaq. Amma riayət edir, artıq icra eləyir də. İcra eləmək nədir? Artıq onu tətbiq eləmək deməkdir. Bu tətbiq etməkdir. Duzlu göllərin yaranmasının səbəbini izah edir. Yəni, başa düşüb ki, bu prosesi onu izah etməyi də bacarır. Anlamaq mərhələsidir. Dünyanın dərk olunmasına dair elmi və dini dünya görüşlərin izahını verir. İzahını verirsə, deməli, əsas məğzi başa düşübdür, anlayıbdır. Şagirdlər həyatdakı müxtəlif obyektlərə əsasən üfüqün cəhətlərini müəyyənləşdirirlər. Baxın, üfüqün cəhətlərini indi özləri müəyyənləşdirirlər. Üfüqün cəhətləri hansıdır? Şimal, cənub, şərq, qərb və s. Düzdür? Ki, misal üçün, burada bu ağac var həyətdə. Nə bilim, orada bir ev var. İndi hazırda mən hansı cəhətdə dayanmışam? Artıq burada öyrəndiyini işi icra eləyir, cəhəti müəyyənləşdirir, kompasdan istifadə etmə və s. Bu, öyrənilənin artıq real həyatda icra edilməsi, tətbiq edilməsi deməkdir. Bostan bitkilərinin şəkillərini çəkməkdə çətinlik çəkən şagirdlər müəllimin şifahi təlimatından sonra şəkli çəkirlər. Bax, müəllim çəkib göstərmir ha. Müəllim şifahi formada sözlə izah eləyir, onlar çəkirlər. Müəllim çəkib göstərsəydi imitasiya. Amma burada sadəcə sözlə izah eləyir, şifahi təlimat verir deyə manipulyasiya. Hər kəs nə eləsə özünə eləyər. Sonrakı peşmançılıq fayda verməz. Bu atalar sözlərinin cəmiyyətdə davranış qaydaları ilə əlaqəsi haqqında müzakirə təşkil edin. Yəni bu şagirdə verilən tapşırıqdır. Bu atalar sözləri günümüzdə cəmiyyətdəki qaydalarla necə əlaqələndirilir? Necə uzlaşır? Artıq uşaqlar bu müzakirədə öz münasibətlərini bildirəcəklər. Bu atalar sözünün günümüzdə nə dərəcədə doğru olduğunu, yaxud yanlış olduğunu qiymətləndirmiş olacaqlar, dəyərləndirmiş olacaqlar, tənqidi təfəkkürlərindən istifadə edəcəklər. Müzakirədə öz şəxsən gəldikləri nəticəni əsaslandırmış olacaqlar. Ona görə də dəyərləndirmək mərhələsi. Şagird, ümumiyyətlə burada sizə bir ipucu verim. 4 mü var ki, mü zakirə, mü hakimə etmək, sonra nə var idi? Müzakirə etmək, mühakimə yürütmək. Bax, ikisi yadımdan çıxdı. Yadıma düşəndə deyərəm. Bunlar dəyərləndirmək mərhələsində daha çox bizim qarşımıza çıxır. Münasibət bildirmək, biri münasibət bildirmək idi. Birini unutdum. Sizin yadınıza düşsə deyərsiniz. Şagird problemin həlli üçün vacib olan həlledici nüansları müəyyənləşdirir. Verilən tapşırıq Bloom taksonomiyasının idraki sahəsinin hansı mərhələsinə uyğundur? Baxın, həlledici nüanslar, vacib olan nüanslar, önə çıxarma var da, ən vacibi hansıdır? Problemin həlli üçün lap vacib olan hansıdır? Yəni bir önə çıxarma var burada. Önə çıxarmanı görürüksə, bu ədatları görürüksə, deməli burada təhlil etmək, analiz etmək, daha dərindən
fəaliyyətə yönəlmək bizdən tələb olunur. Müəllim şagirdlərə sual verir. Qanunlar olmasa cəmiyyəti idarə etmək mümkün olardımı? Fikirlərinizi nümunələrlə əsaslandırın. Görürsüz, öz şəxsi fikirlərini, demirəm, fikri əsaslandırın. Fikirlərinizi öz şəxsi münasibətini əsaslandıracaq. Deməli, dəyərləndirmək mərhələsi. Şagird raket toxuyan zaman öyrəndiyi yeni texnikanı davamlı olaraq sınaqdan keçirir. Bax, burada deyir ki, yeni bir texnika öyrənibdi və onu davamlı olaraq sınaqdan keçirir. Sınaqdan keçirmək nə deməkdir? Təcrübə edir də bunu. Yəni hələ ki tam formada mükəmməlləşdirməyibdi. Çoxlu-çoxlu bunu edir, məşq eləyir, səhvlərini düzəltməyə çalışır. Bu deməkdir. Yəni davamlı adam məşq eləyirsə, davamlı bir şeyi sınaqdan keçirirsə, daha təkmilləşməyə çalışırsa, səhvlərini daha da çox düzəltməyə çalışırsa, bu orta mərhələdir. Nə çox peşəkarlıq deyil, nə də başqasından asılı olmaq deyil. Yəni burada təzə-təzə özü sərbəst olaraq bunu etməyə çalışır. Dəqiqlik mərhələsidir. Şagirdlər verilmiş hadisənin baş verməsinə təsir edən əsas səbəblər ilə ikinci dərəcəli faktorları ayırd edirlər. Baxın, əsas olanlar hansılardır? Vacib olanlar, ən öndə olanlar və ikinci dərəcəlilər. Bir önə çıxarma var. Düzdür burada? Önə çıxarma varsa nə götürürük? Təhlil etmək mərhələsi. Şagirdlər Cəlil Məmmədquluzadənin Ölülər əsərində o dövrün cəmiyyətinin özünə məxsus xüsusiyyətlərinə münasibət bildirirlər. Münasibət bildirirsə 4 müy dedik, o müylərdən biridir. Nədir bu? Dəyərləndirmək mərhələsidir. Yeni aldığı Lego oyuncağını qutudan çıxan təlimata əsasən quraşdıran şagird. Bax, özü quraşdırsa, deyərdim ki, artikulyasiya. Bir-iki dəfə səhv quraşdırır, məşq eləyir ki, düz quraşdırsın, dəqiqlik. Anası düzəldir, sonra sökür. Anasının düzəltdiyinə əsasən bu da düzəldir. Bu imitasiya. Anası şifahi izah eləsə ki, birinci bunu elə, ikinci bunu, bu manipulyasiya. Qutudan çıxan təlimat. O vaxtı Toyboxlar var idi bizim uşaqlığımızda. Kinder sürpriz, indi də var kinderlər. Amma o vaxtçıların yerini vermir. Bax, onların içində o balaca oyuncaqlar var idi, çıxırdı. Biz kağıza baxırdıq, hə, bu bura yapışdırılır, bu ora quraşdırılır, ona uyğun düzəldirdik. Yəni o kağız, o təlimat bizim üçün yazılı bir izahdır, yaxud şəkilli bir izahdır. Bu kimsə edib göstərmir də bizə imitasiya olsun. Amma qarşımızda başa düşməyimiz üçün nəsə bir işarə var. Kimsə edib göstərməsə də təlimat var. Manipulyasiyadır. İş zamanı alətdən sərbəst şəkildə istifadə etmək üçün çalışan şagird. Hələ sərbəst istifadə edə bilmir, amma sərbəst istifadə etməyə çalışır. Təzə-təzə hələ bu özü bir işin qulpundan tutmağa başlayıb. Deməli bu dəqiqlik mərhələsidir. Hələ qeyri-peşəkarlıq var. Şagird Qız Qalasının dəfələrlə kiçildilmiş maketini hazırlayır. Müəllimlər, bəziləri bunu çaşıb yaratmaq götürür. Baxın, bu maket Qız Qalasının maketidir. Yəni Qız Qalası zaten var. Şagird gedib özü Qız Qalasını yaratmayıb ki, olan bir şeydir. Olan bir şeyə baxır, hazırlayır da maketini. Bu tətbiq etmək mərhələsidir. Yaratmaq odur ki, sən olmayan bir şeyi ərsəyə gətirirsən. Olmayan bir şeyi özün yaradırsan. Bu Qız Qalası var. Bu niyə yaratmaq olsun ki? Baxır maketini düzəldir də kağızdan, plastilindən, kardondan və s. Tətbiq etməkdir bu. Texnoloji bacarıqlarını tətbiq eləyir. Şagird tədbir və yarışlarda həmişə sinfi çox gözəl dizayn eləyir. Onun bunu sürətlə və qısa vaxtda etməsi maraqla qarşılanır. Baxın, bir insan əgər sürətlə, qısa vaxt ərzində, asanlıqla, rahatlıqla bir işi eləyirsə, həmişə bunu eləyirsə, deməli bu onun üçün artıq adiləşibdir. Bu onun üçün sadə bir prosesdir. Bu onun üçün təbiiləşibdir, vərdiş halını alıbdır. Təbiiləşmə.
Müəllim dinləmə mətni üzrə işin icrasına başlamamış, şagirdlərə tapşırır ki, qeydlər aparsınlar. Bu onlara tapşırıqların icrası zamanı kömək eləyəcək. Baxın, deyirəm ki, uşaqlar, qeydlər aparın. Mən indi dinləmə mətnini səsləndirəcəm. Siz diqqətli olun, qeydlər aparın, qulaq asın, qeydlər aparın ki, tapşırıqları işləyəndə çətinliyiniz olmasın. Hansı mərhələyə gətirməyə çalışıram? Cəlb eləyirəm də onları dərsə ki, diqqətləri dinləmə mətninə yönəlsin, qulaq assınlar, qəbul etməyə hazırlaşsınlar. Qəbul etmə mərhələsinə gətirməyə çalışıram. Müəllim dərsi izah etdikdən sonra sinifə müraciət edir, sualların olub-olmadığını soruşur. Nərgiz anlamadığı məqamlarla bağlı sualların müəllimə deyir, izahını xahiş edir. Deməli, Nərgiz təkcə qulaq asmayıbdı, həm də başa düşmədiklərini aydınlaşdırıbdı. Artıq iştirak eləyir dərsdə, artıq müəllimin söylədiklərinə reaksiya verir, cavab vermə mərhələsidir. Şagirdlər ekskursiya zamanı yağışa düşdülər. İslamamaq üçün özlərinə müvəqqəti xarakterli sayda sığınacaq düzəltdilər. Müəllimlər, bu da ən çox səhvə yol verilən testlərdən biridir. Bəziləri deyir ki, sadə sığınacaq, müvəqqəti xarakterli. Çaşıb götürürlər dəqiqlik. Əslində bu dəqiqlik deyil müəllimlər. Əslində bu artikulyasiya mərhələsidir. Dəqiqlik odur ki, bax bayaq gördünüz, düzəltməyə çalışırlar desəydi, dəqiqlik götürərdim. Bir neçə dəfə düzəldirlər, sökürlər, təcrübədən keçirirlər düzəltməyi. Onu yenə dəqiqlik götürərdim. Çünki dəqiqlikdə ortada hazır bir iş olmur. O hazır iş üçün çaba olur. Yəni təkmilləşməyə çalışır, səhvlərin üzərində işləyir, təcrübə edir, sınaqdan keçirir. Amma burada sadə də olsa, müvəqqəti də olsa, düzəldiblər də bu sığınacağı. Artıq iş var ortada. Düzdür? Ona görə artikulyasiyadır. Şagird klaviaturaya baxmadan rahatca Word proqramında mətin yığır. Yoldaşları onu bu işin peşəkarı hesab eləyirlər. Burada da aydın məsələdir. Rahatlıqla eləyirsə, asanlıqla eləyirsə, hətta klaviaturaya baxmadan göz yumulu bunu eləyirsə, adam var ki, o qədər yazır, ancaq ekrana baxır. Klaviaturaya baxmır, çünki artıq o hərflərin yerini əzbər bilir, rəqəmlərin yerini əzbər bilir. Çünki o qədər yazıb ki, bu onda artıq vərdiş halına çevrilib. O onun üçün təbiiləşibdir. Olur təbiiləşmə mərhələsi. Ümid edirəm ki, sualların izahı sizin üçün aydın oldu, anlaşılan oldu. Hələlik görüşərik növbəti dərslərdə.